tibb işçilərinə hansı hüquqi yardımlar göstərilir və həkimlərin hüquqlarının qorunması məsələsini biz bugünkü efirimizdə müzakirə edəcəyik və Health Advocate şirkətinin hüquqşünası Orxan Zeynalov bizimlə bərabərdir. Orxan müəllim, xoş gəlib, səfalar gətirmisiniz. Health Advocate şirkəti üzərindən sizin hansı xidməti işlərlə bağlı soruşaq ki, Health Advocate şirkəti tibb işçilərinə hansı formada hüquqi yardımlar göstərir və bunun nəticəsində tibb işçisi, həkim nə əldə edir? Bizimlə müqavilə bağlayan, bizimlə əməkdaşlıq edən tibb işçilərinə birinci növbədə biz həkimlə söhbət etdikdən sonra onun tibbi profilaktik fəaliyyəti ilə bağlı sənədləşmə işlərinə nəzər yetiririk. Əgər həkimin tibbi profilaktik fəaliyyəti ilə bağlı sənədləri, müqavilələri varsa, onları hüquqi diaqnostik edirik. Əgər belə sənədlər yoxdursa, bu sənədlər bizim tərəfimizdən tərtib olunur və tərtib olunduqdan sonra mükəmməl səviyyədə həkimimizə təhvil verilir. Burada həkimin hüquqları, vəzifələri, pasientlə onlar arasında olan münasibətlər, risklər və s. nəzərdə tutulur. Bundan sonra isə biz əməkdaşlıq etdiyimiz həkimin ümumi fəaliyyətini özümüz üçün analiz edirik. Onun risklərini qiymətləndiririk, dəyərləndiririk və gələcəkdə bizi gözləyən risklərlə bağlı həkimimizə də mütəmadi məlumatlar veririk. Və digər bir məsələ də var ki, mümkündür ki, tibb işçisi ilə bağlı müəyyən şikayətlər olsun, pasient şikayəti və s. Bu hallarda da əks şikayət də ola bilir. Bəli, təbii ki, tibb sahəsi də özü bir xidmət sahəsidir. Bəli. Daimi olaraq fiziki şəxslərə xidmət göstərilir və kimsə bu xidmətdən narazı qala bilər, kimsə əsassız şikayət və s. edə bilər. Bu halda hətta bəzən məsələ hüquq mühafizə orqanlarında da araşdırıla bilir. Hüquq mühafizə orqanına araşdırıldıqda isə harda olmasından asılı olmayaraq biz öz həkimimizə sona qədər hüquqi dəstək göstəririk. Məsələnin təbii ki, hüquq çərçivəsində onun xeyrinə müsbət həll edilməsi üçün əlimizdən gələni edirik.